Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan bir məhsullu tənliklər bölməsindən belə bir sualın izahına baxacağıq. Sualda bizə deyilir ki, bu tənliyin kökləri m və n olarsa, bu ifadənin qiymətini tapın. Yəni, kökləri m və n dedikdə, yəni biz o deməkdir ki, x-in yerinə m və n qiymətlərini qoyduqda, yəni doğru ədədi bərabərlik alınacaq deməkdir. Yəni, m qiymətini burada yerinə qoysaq alacağıq. M kvadrat minus demək 8m plus 4 bərabərdir 0. N qiymətini, yəni kökünü yerinə qoysaq tənlikdə olacaq. N kvadrat minus 8n plus 4 bərabərdir 0 alınacaq. Verilən ifadəyə fikir versək, burada m kvadratı plus 4 var. Deməli, biz bu bərabərlikdən m kvadratı plus 4'ü tapsaq 8m alınacaq. Digər tərəfdən isə n kvadratı minus 8n'ini soruşur. Onu da buradan n kvadratı minus 8n bərabərdir mənfi 4 olur. Aldığımız bu qiymətləri bizə verilən ifadənin məxrəclərində nəzərə alsaq, onda burada olacaq 40m bölünsün 8m minus 24 bölünsün mənfi 4 bərabərdir. 40'ı 8'e böləndə burada olacaq 5, demək plus 24'ü 4'e bölsə eləyəcək 6, bərabərdir 11 olacaq. Cavab 11. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.